Salam hörmətli izləyicilər. Sizə Yaşma bağları ərazisindən sakinləri illərdir narahat edən ciddi bir problemi təqdim edirik. Ərazidə kanalizasiya sisteminin və içməli suyun olmaması, həmçinin yolların bərbad vəziyyəti yaşayışı son dərəcə çətinləşdirib. Məsələnin təfərrüatları video reportajda. Yaşma bağları ərazisində yaşayan sakinlər uzun müddətdir həll olunmayan bir sıra infrastruktur problemlərindən narazıdırlar. Əsas şikayətlərdən biri ərazidə kanalizasiya sisteminin ümumiyyətlə olmamasıdır. Sakinlər məcbur qalaraq həyətlərində şambo qazdırır və ayda təxminən 2 dəfə, hər dəfə 30-35 manat ödəməklə xüsusi maşın çağırıb həmin şamboları boşaltdırırlar. Əsas problem kanalizasiyadır, sudur, yoldur. Əsas problem bu üçüdür. İşığımız var, gazımız var. Əsas problem qazdır, yoldur, kanalizasiyadır, bir də şeydir, sudur. Digər mühüm problem isə içməli suyun olmamasıdır. Sakinlər içmək və məişət ehtiyacları üçün kanalın texniki suyundan istifadə edirlər. Lakin həmin suyun verilişi sabit deyil. Yay aylarında tez-tez və uzun müddət kəsilir, qış aylarında da günlərlə suyun gəlmədiyi hallar müşahidə olunur. Başqa içməli sudur, yoxdur. Texniki sudan istifadə edirik. Yaz mövsümündə elə bir ki, texniki su tez-tez kəsilir. Və indi isə 4 gün yenə kəsdir, su yoxdur. Məcbur oluruq ki, yığılmış sulardan istifadə edək. Ya vedrələrdə, ya butulkalarda, ya da ki, baklarda ki, düşənlərdə olur sular istifadə edək. Onlar da ki, antisanitariyadır. Və şükür Allah, qalan məsələ yol məsələsidir. O müəyyən qədər marşrut cəhətdən həll olunub. Məhəlli daxili yollar pis vəziyyətdədir. Yağış yağdı, qar yağdı. Bu yollarda işləmək mümkün deyil. Ancaq palçıq və çöküntülü olur.